Aha. Salam əziz iştirakçılar, hər birinizi bir daha xoş gördük. Ümid edirəm ki, hər biriniz yaxşısınız, hər şey yolundadır. Aha. E, Hər şey yolundadır. Ümid edirəm mən və aha, bir nəfər də qoşuldu, onu da qəbul etdik. Mən və PDF ümid edirəm ki, görünür. Bugünkü dərsimiz işçi məhsul məmnuniyyəti və daxili mühitin gücləndirilməsidir. Ondan əvvəl hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Dərsimizdə iştirak etdiyiniz üçün təşəkkür edirəm, vaxtınızı ayırdığınız üçün və biz indi keçək dərsimizin yenidən başlanmasına. Aha, insan resurslarında işçi məmnuniyyəti və daxili mühitin gücləndirilməsi önəmli bir hissədir, önəmli strukturlardan biridir və onun içində nələr aiddir? Yəni necə etmək olar ki, bu qaydalara əməl olunsun? Birinci tapşırığımız işçi məmnuniyyəti HR-ların diqqət mərkəzində olan sahələrdən biridir. İşçi məmnuniyyəti. Yəni ki, işçilərin işdən razı qalması, ondan sonra iş mühitindən razı qalması, iş sağlığı və güvənliyinin təşkil olunması, ondan sonra işdə yorulmaması, psixoloji sağlamlığının güclü olması, fiziki sağlamlığının güclü olması ən böyük belə müsbət cəhətlərdən biridir. Ən böyük avantajlardan sayılır, belə deyim. Və onu da yaratmaq üçün ən böyük güc HR-ların üzərinə düşür və HR-lar çalışdıqları qədər işçilərin hər biri ilə tək-tək məşğul olub, onlar üçün ən sağlıqlı mühiti yaratmalıdır. Və onu necə etmək lazımdır? Bu sahədə sorğular, müsahibələr və müşahidələr aparılır. Yəni ki, tək imtahan sualları kimi tərtib olunmasına ehtiyac yoxdur. Yəni ki, sorğular, məsəl üçün, bugün işdən razı qaldımmı, qalmadımmı və yaxud da işdə hansı narazılıqlar oldu və yaxud da arada bir mübahisələr yarandığı zaman diqqət etmək lazımdır ki, hansı insan tez əsəbləşəndir və yaxud da əsəbləşsə belə hirsini, yəni əsəbini idarə etməyi bacarır, konfliktlərdən uzaq durur və yaxud da yarandığı zaman necə ətraf mühitlə davranır, özünü idarə edə bilirmi, öz əsəblərini idarə edə bilirmi, yoxsa elə birbaşa əsəbləşən kimi hər kəsdən əsəbini çıxırmı? Onu ən böyük məsuliyyət, ən böyük iş tələbi HR-ların üzərinə düşür və buna da HR-lar çox diqqət edərək sorğular götürməlidir, müsahibələr təşkil etməlidir və kənardan diqqət etməlidir. Dostlar, xahiş edirəm, əvvəlcədən iştirak edin ki, dərsdə mən ekranın yarı hissəsini örtdüyü üçün mən qəbul edəndə artıq PDF yenidən çıxıb, yenidən mən təkrar qoşmalı oluram. Ona görə zəhmət olmasa əvvəldən hər biriniz iştirak edin. Aha, ondan sonra məmnun işçi daha sadiq və məhsuldar olur. Yəni ki, hər dərsimizdə izah etdiyim kimi bir bar verən, bir parnikə, bir sahəyə, tarlaya getdiyiniz zaman hansının mühiti, hansının ətrafı daha sağlıqlı, daha geniş və su alır, gün alır, isti soyuqdan qorunursa, nə çox isti, nə çox soyuq olmursa, ona əzilmirsə, dimdik böyüyürsə və hətta calaq olunanda belə bir məftillə bağlanarsa, o çox uzanar və çox böyüyər. Yəni meyvələr çox olar. Barı çox olar. İnsanda onun kimi nə qədər çox ətrafı mühiti geniş olarsa, iş sağlığı, iş rahatçılığı çox olarsa, o artıq o insan daha çox işləyər və hətta əlavə simin, əlavə saat hesabı belə işdə qalar. Yəni işin sevərsə onu etməyə razı olar. Ondan sonra HR iş mühitinin rahatlığı, sosial imkanlar və balanslı iş rejimi üzərində çalışır. Məsəl üçün, növbə məsələsinə gələk. Bir insan məsəl üçün saat 9-dan 6-ya qədər işləyirsə, xanımlar məsəl üçün 9-dan 6-ya qədər işləyirsə, bəylər 6-dan 10-a qədər və yaxud da 12-yə qədər işləməlidir. Onu da
o HR özü balanslaşdırmalıdır, yəni stabilləşdirməlidir ki, bölüşdürülmə əsasında. Yəni məsəl üçün evli xanımlardır, uşağı olan xanımlardır. Onlara məsəl üçün saat 4-də, 5-də məktəb, bağça bağlanan zaman artıq icazə verməlidir ki, bağlanmamışdan 1 saat əvvəl ki, gedib uşağını götürə bilsin. O bu qoyduğu yerdən, bağçadan, müəllimdən və yaxud da məktəbdən, kiminsə baxıcının yanına qoyursa baxıcıdan. Yəni onun üçün artıq o bəzi avantajlar HR-lar tərəfindən işçi ilə HR-lar arasında müqavilə zamanı bağlanmalıdır. Sözdə müqavilə yox, həqiqi yazılı müqavilədə onlar bağlanmalıdır. Şərtlər arasında işçidən soruşurlar ki, yəni qanuna əsasən soruşulmalıdır ki, sənin tələblərin nədir? Sənin bizdən şərtlərin nədir? O zaman da işçi ora qeyd edir ki, mənim şərtim və tələbim budur. Filan saatda çıxmalıyam, filan saatda işə gəlməliyəm və yaxud da mənim maaşım bu qədər olmalıdır, saatim bu qədər olmalıdır, mən uşaqlıyam və yaxud da nə bilim, nişanlıyam, indi özəl durumunu bildirib, onun üçün ona uyğun iş qrafiki düzəlinməlidir. İstər xanımlardır, istər bəylərdə. Ondan sonra işçilərin fikirlərinin dinlənilməsi və nəzərə alınması məmnuniyyəti artırır. Məsəl üçün, bayaq dediyim kimi, işçinin evlidir, uşağı var və yaxud da məktəbə qədər uşaqdırsa və yaxud da lap körpə uşaqdırsa, ona artıq əlavə 1 saat, 2 saat tez icazə verilib evə buraxılmalıdır ki, o geçsin həmin qoyulduğu yerdən götürə bilsin. Və yaxud da xəstələnib nasazdır özü şəxsiyyən, əməkdaş özü nasazdırsa, işə gələ bilmirsə və yaxud da özünü yorğun hiss edirsə, HR birini soruşmalıdır ki, niyə işə gələ bilmirsən, nasazlığın ciddidirmi, yoxsa ciddi deyilmi, istəyirsən mən sənə məzuniyyət hüququ verim, bir həftə məzuniyyət verim, ödənişli və yaxud da ödənişsiz, indi onun xəstəliyinin dərəcəsinə baxır. Ondan sonra gün ərzində ona mesajlar yazılmalıdır, bir keçmiş olsun, özü necə hiss edirsən. Yəni insandan belə yaxın ailə kimi davranılanda işçilər daha məmnuniyyətli və daha keyfiyyətli əmək sərf edirlər, belə deyim. Və bu yanaşmaları edən zaman şirkətin daxili mədəniyyəti güclənir və daxili mədəniyyət gücləndiyi zaman müştərilər də artır. İstəyir satışı olsun, istəyir kiçik biznes sahəsi olsun, istəyir böyük biznes sahəsi olsun, istəyir könüllü fəaliyyətlər olsun, istəyir kurs olsun, istəyir salon olsun, yəni hara olur olsun, sahibkarsızsa böyük, kiçik sahibkar fərqi yoxdur. Hansındansızsa belə, onda artıq müştəri daha çox cəlb olunacaqsınız. Və yaxud da heç bir satışla məşğul deyəsiniz, sadəcə hüquq bürosusunuz, hüquqşünaslar, vəkillər sizlə işləyir. Onda belə bu mədəniyyətlər olarsa, bu sadaladığım proseslər olarsa, daha çox insan sizin şirkəti, qurumu seçəcək. Və ondan sonra ən ciddi məsələ karyera planlanmasına gəldik, çıxdıq. O nə deməkdir? Gələcəyə yönəlik strategiyalar qurulmalıdır. O zaman necə olunur? HR işçilərin karyera inkişafını planlamaqda mühüm rol oynayır. Məsəl üçün, bir insan aşağı səviyyədən stajyer kimi gedir, yəni təcrübəsi kimi işə başlayır. Ondan əvvəl könüllü kimi olur, sonra təcrübəçi kimi olur. Ondan sonra asistan kimi olur, ondan sonra kiçik mütəxəssis olur. Sonra indi iş fərqinə görə, iş mühitinə görə fərqləri var. Məsəl üçün, kurslarda belədir ki, birinci könüllü olur, sonra stajyer, təcrübəsi olur, yəni stajyer. Ondan sonra asistan olur, ondan sonra qeydiyyat şöbəsinə keçir və hər keçdikcə maaş artır. Qeydiyyata keçir, ondan sonra asistan olur, ondan sonra kiçik təlimçi olur, yəni saatı az olur və aylıq alacağım ödəniş, yəni əmək haqqı, maaşı az olur. Ondan sonra yavaş-yavaş il keçdikcə o artıq özünün tam bir təlim qrupu olduqdan sonra, özünün 25, 30, 35 şagirdi olduqdan sonra, tələbəsi olduqdan sonra artıq o bir təlimçi sayılır və başqa kurslardan da ona artıq təlim təklifləri olunur.
Ödənişli, ödənişsiz təlim təklifləri olur. İndi onu da HR özü təyin etməlidir. Yəni özü planlamalıdır. Onun üçün seminarlar təşkil etməlidir, təlimlər, konfranslar təşkil etməlidir və yaxud da xaricə indi Amerika olsun, Türkiyə olsun bir həftəlik, bir aylıq təcrübə artırma üçün təcrübə proqramlarına göndərməlidir. Ödənişli təhsil məzuniyyəti var, ona göndərməlidir. Təhsil məzuniyyəti daha çox tələbələrə aiddir, amma iş mühitindən də təhsil məzuniyyəti əlavə ayrılır. Tələbə olmasa belə əlavə ayrılır. Çünki iş özü göndər təlim almağa. Ondan sonra birincini dedik. İkinci, bu sahədə fərdi məqsədlər və şirkət ehtiyacları uyğunlaşdırılır. Məsəl üçün, fərdi ehtiyac odur ki, biri deyə bilər ki, işləyim, əmək haqqı qazanım, ailəm, uşağımı keçindirim. Biri deyə bilər ki, təcrübə artırmaq istəyirəm. Biri deyə bilər ki, staj yığıram, gedəm Amerikada işləyəm. Sezər bəy, nəsə demək istəyirdiniz? Adınız ekranda çıxdı, ona görə soruşdum. Aha, yəqin keç nə demək istəməm, sizə əliniz dəyib. Olsun, eybi yox. Aha, yəni məsəl üçün deyə bilər ki, mən staj yığıram, gedəm ayrı xarici ölkədə işləyəm, Avropada, Asiyada işləyəm və yaxud da özümə maşın almaq istəyirəm, indi maşın markasının adını çəkməyəcəm və yaxud da özümə bir dəniz qırağında ev almaq istəyirəm və yaxud da hansısa xarici ölkədə gedib dincəlmək istəyirəm, gəmi almaq istəyirəm, təyyarə almaq istəyirəm. Yəni fərqli ehtiyaclar olur, fərqli məqsədlər olur, arzular olur. Onlar üçün həmin işi seçmək lazımdır. Seçirlər daha doğrusu və işi seçən zaman reallıqla xəyalları ayırd etmək lazımdır. Məsəl üçün bir marketdə işləyən zaman gedib bir hansısa belə 6 rəqəmli bir hesab, kart hesabı, ödəniş, məbləğ əldə etməyə fikirləşmək düzgün bir şey deyil. Məsəl üçün, mağazadan, marketdən və yaxud da geyimdən, satışdan qazanacağım maksimum 500-600 manat olacaq. O da 3 rəqəmli olur. Yəni, o ancaq bir ayın xərclərini qarşılayır, belə deyim. Yəni, ondan böyük bir onun üstəndən böyük bir xəyallar qurmaq olmaz. Yəni, HR bu reallığa da çatdırmalıdır həmin insana. Və o həmin insanın tələblərinə uyğun olub olmadığında uyğunlaşdırmaq lazımdır. Məsəl üçün, şirkət yeni qurulub, həmin qurum yeni yaradılıb və o insana demək lazımdır ki, bu ara məsəl üçün 2 il, 3 il, 5 il özümüzü tanıdana qədər özümüzü o biznesdə, həmin bazarda belə deyim, kütlə arasında, insan cəmiyyətdə, auditoriyada tanıdana qədər, adımızı məşhurlaşdırana qədər bizim maaşımız az olacaq. Yəni, əvvəlcədən bunu demək lazımdır insana. İşləyənə, yəni ki, əməkdaşa. O da ya razılaşacaq, ya razılaşmayacaq. Çoxusu da əvvəlcədən biləndə razılaşır. Ya bəzi insanlar razılaşır ki, hə, məsəl üçün 3 il tutalım 900 manatla işləyəcəm, məsəl üçün də. Böyük şirkətlər deyirəm. Təlimçilərdir, ondan sonra digər biznes sahələri ilə məşğul olanlardır, turizmçilərdir, sonra biznesin idarə edilməsidir, mühasiblərdir, HR-lardır, psixoloqlardır, koçlardır. Bunlar sonra hansı sahə qaldı? Marketinq sahəsi ilə məşğul olanlardır, tərcüməçilərdir, kompüter proqramistlərdir, kompüter mühəndislərdir, sonra fən hazırlığa keçən müəllimlərdir. Onlar artıq əvvəlcədən bildikdə, tutaq ki, 800 manat, 600 manat alacam, 500 manat alacam, amma məsəl üçün 2 il, 3 il alacam və yaxud da
çox tələbəm olarsa, şirkət o həmin qurum nə qədər çox tanıtsam, o qədər çox maaşım artacaq. Ondan sonra bəlkə 1 il içində 2000 manat oldu, bəlkə 4 il içində oldu. O artıq HR-la, müdirlə, o işləyən arasındadır. Ondan sonra karyera planlanması işçinin motivasiyasını və şirkətə bağlılığını artırır. Məsəl üçün, potensialı yüksəkdir, amma hələ də təcrübəsi kimi və yaxud da asistan kimi işlədilir və yaxud da ofis meneceri kimi işlədilir, amma onun potensialı qalxıb və sosial media meneceri səviyyəsinə qalxıb. O artıq çəkimlərdən, montajdan, sonra sosial mediadan çox gözəl başa çıxır, mütəxəssisdir, amma o hələ də gəlib təcrübəsi işləyir və yaxud da asistan işləyir və yaxud da ofis meneceri işləyir. Yəni, həm az maaşla, həm də özünü inkişaf etdirə bilməmə sahəsində qalır və artıq o da HR-ın ən böyük xətasından biridir. Ondan sonra HR yüksəlmə imkanları, rotasiya və yeni vəzifələr üzrə təkliflər verir. Yəni, bayaq dediyim kimi, HR artıq onun potensialını görür, iş qabiliyyətinin artdığını görür və iş mühitini daha yaxşılaşdırmaqdan ötürü ona artıq bəzi təlimlər, seminarlar keçirdir və o artıq təlim seminarı keçdikdən sonra o özündəki dəyişikliyi görür. Yəni, məsəl üçün görür ki, bu artıq könüllülük proqramından çıxmalıdır. Artıq bəzən elə olur ki, könüllü işləyə-işləyə könüllülük proqramında 6 ay təxmini könüllülük proqramı olur, heç bir təcrübəsi olmadığı halda. Könüllülük proqramında iştirak edir, onda tutalım, təlimlərdə iştirak elədi, təlimçilərin yanında oldu, könüllü qeydiyyatda işlədi, filan elədi. O bir də elə oldu, könüllülük proqramını bitirmədən artıq çox gözəl bir təlimçi kimi ola bilər. Və yaxud da 3 ilin, 5 ilin təlimçisidir, çox gözəl təlimlər keçir, amma qəfil potensialı aşağı düşdü, onu da qeyd etmək lazımdır. Potensialı aşağı düşdü və artıq ofis menecerliyi, belə deyim, ofis menecerliyi işinə, ixtisasına, yəni endirilməli oldu. Yəni, o da bir problem deyil. Ola bilər insanın bəzən dirənə bilir, təlimçilik etmək istəmir, sadəcə oturaq bir işi istəyir, yorula da bilər, yəni heç bir onda problem yoxdur. Sadəcə HR onu bilməlidir və bilib ona deməlidir ki, həmin insana, həmin işçiyə deməlidir ki, sən artıq get ofis menecerliyində biraz oturaq iş gör və biraz rahat çalış, belə deyim. Yəni, biraz o həmin təlimçilikdən uzaqlaşdırılaraq ona, belə deyim, fürsət verilmiş olur. Və həmin zaman, onu edən zaman həmin iştirakçılar, tələbələr və yaxud da şagirdlər artıq özləri də narahat olmamış olacaqlar. Çünki o yorulan insan və yaxud da təlimçi bacarıqlarını, qabiliyyətini itirmiş insan artıq o tələbələrə heç nə izah edə bilməyəcək. Və o da HR-ın ən böyük minuslarından biri sayılır. Və ondan sonra vəzifə yüksəlməsini və vəzifə yenməsini özü təyin edə bilər, bilməlidir HR-lar. Və bu proses işçinin potensialını maksimum səviyyədə istifadə etməyə imkan verir. Karyera planlanması həm işçiyə, həm də təşkilata strateji üstünlük verir. Bayaq dediyim kimi, bir könüllülük proqramında işləyən elə olar ki, 3 aya sosial media mütəxəssisi də ola bilər və yaxud da 3 illik bir təlimçi, sosial media meneceri, mütəxəssisi elə ola bilər ki, gələr düşər, tamam vəzifə enməsi yaşayar və gələr ofis menecerliyinə düşər. Yəni ki, ofis menecerliyi vəzifəsi aşağı deyil. Sadəcə biri var, sosial mediada təcrübə yığmış biri, sosial media meneceri, mütəxəssis olmuş biri, təlimçi olmuş biri, biri də var yeni başlamış ofis meneceri. Yenə də deyirəm, ofis meneceri aşağı deyil. Sadəcə o
olduğu mühitdən, olduğu təbəqədən, mərtəbədən aşağı düşmək sayılır. Həm də ki, onların işi də, iş saatı da az olmuş olur. Bildiyim qədərilə, yəni ki. Və və gələk o biri qaydamıza. O biri qaydamız, başlığımız nədir? HR texnologiyaları və rəqəmsal alətlərin tətbiqi. Aha. Bu ən çox çaşdırılan mövzulardan biridir və ən diqqət yetirilməsi olan mövzulardan biridir. Və indi süni intellektdə çıxıb ona da toxunacağam. Ondan sonra yapay zəkanın, yəni süni intellektlə yaradılmış videolar da var, təlimlər də var. Yəni onlara da diqqət çəkəcəm, onları da deyəcəm. Və ondan sonra şirkətlərin süni intellekt robotları, süni intellekt botları vasitəsilə insanlara hazır cavablar göndərilməsi var. Yəni bilmirəm, bizdə nə bəzi banklar icazə verir, yoxsa yox, amma icazə versə də, verməsə də mən onların adlarını çəkəcəm. Çox xahiş edirəm, mənim videoma narazılıq eləməyin. Məsəl üçün ABB-dir, Kapitaldır, onlar hazır cavab bot yaradıblar, yapay zəka botu. Bizdə süni intellekt olduğu üçün C deyilir. C robotu var, AI robotu var. Yəni gelib növbə gözləməmiş, orada avtomatik olaraq oraya yazırsan, məsələn, ChatGPT kimidir, yazırsan Gemini kimi. Yazırsan, o sənə avtomatik həll yolunu göndər. Kartla bağlı məlumatlardır, kreditdir, sonra nə bilim, bəzi bank məlumatlardır, o biznesə aiddir ki, bəzi məlumatlardır, pulla bağlı maddi məlumatlardır. Onlar artıq mən bilmədiyim üçün və burada çox adım çəkib nə reklam sayılmasın, nə də ki, narazılıq olmasın deyə bank tərəfindən çox məlumat vermək istəmirəm, amma hər biriniz maşallah kart istifadə edirik, ona görə o həmin proqramı görmüş olarıq, həmin hissəni görmüş olaraq, görmüş olmasaq belə, indi məndə telefon burada deyil, onu göstərərdim, yanımda deyil telefon. Göstərərdim o necə olur. Oraya girən zaman yuxarıda ABB-dən danışıram mən. Yuxarıda yumru bir işarə olur, onun içində çox minnoş, sevimli bir robot olur. Minnoş, sevimli bir robotun içində, indi bir dəqiqə mən onu sizə göstəreyim. Minnoş, sevimli bir robot olur. Onun içində ora daxil olaraq aha, bir dəqiqə açılsın. Aha, baxın. Görsüz? Dəqiqə. Aha, bu robot var burada. Bax bu. Bu robotu vursuz, o gözləri olan yanıb sönə. Hanım? Hə. Bunu vurursunuz. Burada avtomatik adı yazır. Mən AI sizə necə dəstək ola bilərəm? Kart və ya hesablar arasında köçürtmə, mobil nömrə balansı artırılması, mobil nömrəyə köçürtmə etmək. Baxın. Və bunu HR-lar da, demək istədiyim odur ki, HR-lar da bunu onu artıq müdiriyyətə deyərək onun üçün o proqrama müraciət etməlidir. Onu öz şirkətləri üçün almalıdırlar və yaxud da özləri yenidən quraşdırmalıdırlar. Biraz ödəniş tələb edir, biraz məvacib tələb edir onu qorumaq, amma yenə də çox müştəri əldə etmək istəyirsinizsə, çox müraciət əldə etmək istəyirsinizsə, o süni intellektdən istifadə etməlisiniz. Və müasir HR texnologiyaları idarə etməyi daha effektiv və şəffaf edir. Yəni, hər bir insan, tək HR yox, psixoloq olsun, təlimçisi olsun, tərbiyəçisi olsun, müəllimi olsun, kurs idarə edicisi olsun, mühasibə olsun, biznesin idarə edilməsi sahəsi olsun, turizm olsun, sonra kompüter mütəxəssisləri o ayrı, o heç. Həkimlər olsun, hüquqşünaslar olsun, vəkillər olsun, aşbazlar olsun, sonra həkimlər dedik, cərrah həkimə aiddir. Ondan sonra yəni bütün bəzi sahələr üzrə işləyən insanlar onu bilməlidir. Yəni lap satışla məşğul olanlar olsun,
restoran şəbəkələrini işlədənlər olsun. Yəni bütün sahələr süni intellektlə işləməyi bilməlidir. Və süni intellekt kursları var. İndi mən düzdür onlarda iştirak etmədiyim üçün bilmirəm nə dərəcədə öyrədirlər, nə dərəcədə etibarlıdır ya yox, onu deyə bilmərəm. O barədə heç bir məlumatım yoxdur. Yəni heç mənim o qədər dərinləməsinə öyrənməyimə də ehtiyac yoxdur. Yəni mən bu dəqiqə o qədər böyük sahibkar deyiləm, kiçik sahibkaram. Yəni heç daha doğrusu sahibkar da deyiləm, onlayndır kursum. Yəni onun üçün mənə süni intellekt o qədər kursa gedəcək dərəcədə çox lazım deyil. Əgər inşallah o əyani kursa keçərəmsə, böyük sahibkar adlanaramsa, biznesim olarsa, kurs biznesim olarsa, hə, onu ən birinci sizə deməmişdim əvvəl, hər kəsdən əvvəl mən gedib iştirak eləyəcəm və onun o ABV-də kapitalda olan kimi özümə yapay zəka aid chatbotu alacam. Alıb quraşdıracam yəni ki. Ondan sonra indi süni intellekti izah etdik. O nə deməkdir, nə cürə, nə önəmi var və indi keçdik elektron CV-lərə. Elektron CV-ləri, CV sistemləri, performans platformaları və təlim modulları geniş istifadə olunur. Yəni elektron CV-lər nə deməkdir? Elektron, yəni Gmail-lərə göndərilmə, telefon nömrələrinə göndərilmə, hansısa həmin sayta göndərilmə və yaxud da heç CV göndərmədən qeydiyyatdan keçmək formları var. Daha çox təlimlərdə istifadə olunur. Adı, soyadı, yaşı, ixtisası filan orada hər biri yazılır. O sayt açan zaman sayt alınır birinci. O şirkət üçün sayt alınır. Ondan sonra o saytın içi düzəldilir. Ondan sonra o sayta məlumatlar yazılır. Yəni o birinci saytı alırsınız, domen eləyirsiniz, domen eləyəndən sonra o saytın illik pulunu verirsiniz, illik pulunu verirsiniz, ondan sonra o illik pulu verdikdən sonra o sayt aktiv qalır bir il boyunca və o il boyunca aktiv qalan zaman siz onun rüsumunu ödəyirsiniz və içini aktivləşdirirsiniz. Onu aktivləşdirdikdən sonra artıq çox diqqətli qulaq asın, HR olmaq istəyənlər bu vacib bir şeydir. İllik domen ödəməlisiniz sayta, yoxsa ödəməyən kimi bir gün keçən kimi o sayt bağlanır və sizin qurduğunuz bütün əziyyətlər də, zəhmətlər də itir və ondan sonra satılır başqasına. Və o satışda siz verdiyiniz o 5 il boyunca tutalım, ödədiyiniz ödənişlərin hamısı da gedir, uçur, sizə qayıtmır. Yəni belə deyim. Sizə geri ödəniş olunmur ki, əziyyət çəkmişsiniz, sayt qurmusunuz. Yox, bircə gün belə geciksə, o ödəniş günündən 1 saat belə geciksə, artıq o sayt batır. Və sizin də bütün əziyyətiniz, bütün şirkətinizin qurulduğu işlərin hamısı gedir. Və ən böyük deyəcəyim şey nədir? Sima, asan imza. Sizin o mütləq sahibkar olan zaman, MMC açan zaman dəxli yoxdur. İstəyirsiniz kursu olsun, istəyirsiniz gözəllik mərkəzi olsun, istəyirsiniz həkimlik olsun, salon olsun, nə olur olsun, restoran olsun, mütləq siz MMC almalısınız, MMC olmalısınız. Yəni mən məsəl üçün onlayn fəaliyyət göstərdiyim üçün mənim artıq MMC var və özümün deyil, amma MMC-m var, sadəcə başqa MMC-yə rüsum ödəyirəm. Yəni belə deyim. Sertifikatlar və möhür üçün ona o MMC-yə rüsum ödəyirəm. Yəni həmin MMC-nin nəzdindəyəm. Ya siz də elə edə bilərsiniz, əyani olmamaq şərti ilə də onlayn olsaz, onu edə bilərsiniz və yaxud da əyani olsaz mütləq o MMC-ni açmalısınız, vöyününüz olmalıdır, asan imzanız olmalıdır və asan imzaya aid nömrəniz olmalıdır və o nömrədə mütləq aktiv saxlanılmalıdır və ona aid də mütləq bank kartınız olmalıdır. Yəni belə deyim, qısa izahla deyim bunu. Aha, ondan sonra elektron CV-ləri izah etdim. Performans platformaları var. Yəni o dediyim saytlara aiddir. O saytların içində aktivləşdirilir və təlim modulları var. Onu da artıq o HR-lıqda təlim keçən zaman o həmin saytlar kimin nəyə ehtiyacı varsa təklif və şikayət qutuları
olur, market mağazalarda, geyim mağazalarında və yaxud da restoranlarda. Bax, bu da onun kimidir. Təlim modulları var. Məsəl üçün bir işçi işdə, yəni işlədiyi zaman orada təlim və təklif və şikayət kutuları olur, mesaj bölməsi olur, qutusu. Oraya yazır ki, məsəl üçün mən bu mövzudan biraz zəifəm, ya şəxsən gedir müdiriyyətin özünə deyir, ya HR-ın özünə şəxsən deyir. Onu deyə bilmir, çəkinir və yaxud da yadından çıxır. Unudursa o həmin təklif qutusu yerinə yazıb göndərir ki, mən istəyirəm ki, bu təlimlər təşkil olunsun. Və yaxud da tədbirlər təşkil olunsun və yaxud da ekskursiyalara aparılsın. İndi o mütləq saytınız olmalıdır ki, insanlar orada yazsınlar. Və onu ancaq sizin işçi o kodu, o necə deyim, Vöynin kodunu demirəm, Asan İmzanın kodu yox. Bu saytınızın kodunu, linkini ancaq işçilər özləri bilməlidir. Və ondan sonra əsas gəldik buradakı çətin məsələyə. HR analitikası nə deməkdir? İşçi davranışlarını və performansını daha dərindən analiz etməyə imkan verir. Yəni analitika deyəndə hər birinizin ağlına ilk növbədə gələ bilər ki, bu hesablama ilə riyazi məsələlərdir. Xeyr, heç də elə deyil. O ədədlərlə deyil. O sadəcə sözlü izahdır. Yazılıdır, amma sözlü şəkildədir. Səsiniz bağlanıb. Üzrü hesab eləyin, arada Zoom dayandı. Aha. Onu dedim, yəni ki, o ədədlərlə, hesablamalarla deyil, sadəcə məsəl üçün bu insan ən verimli vaxtı, ən belə aktiv vaxtı saat 9-dan 12-yə qədərdir, günorta yeməyinə qədər. Bu vaxtı aktiv olur. Məsəl üçün dərs keçən zaman riyaziyyatı ilk dərsə və yaxud da ikinci dərsə atırdılar ki, uşaqların beyni açıq olan vaxtı, yorğun olmayan vaxtı nə olsun. Məsələn, idman dərslərini atırlar ən axırıncı dərsə və yaxud da axırıncıdan bir əvvəlkinə ki, o artıq həmin iştirakçılar, həmin əməkdaşlar yorğun olmasın. Və ondan sonra, yəni onu təyin etmək, onu hesablamaq heç də bir problem deyil. Sadəcə instinktlə, belə bir məntiqlə hesablamaq olur. Yəni heç bir riyazi bilikləri olmayan insan qarşısındakı insanı biraz tanıdıqdan sonra analiz edib bilə bilir. Və ondan sonra rəqəmsal alətlər HR proseslərini avtomatlaşdırır və vaxta qənaət yaradır. Yəni ki, məsəl üçün, sayt yaratmaqdır, domen elətdirməkdir, Asan İmzadır, sonra CV-lərin avtomatik Gmail poçtuna düşməsidir, sonra o saytda qeydiyyatdan keçirilməsidir, sonra süni intellektlə videolar hazırlanmasıdır, chatbotun yaradılmasıdır, alınmasıdır və yaxud da onların hər biri daha işçilərlə daha çox vaxt keçirtməyə, vaxt ayırmağa imkan verən bir prosesdir. Bir qanundur, belə deyim. Qayda yox, qanundur, tələb olunur, yəni şərtdir. Ondan sonra bu texnologiyalar HR mütəxəssislərinə daha strateji qərarlar verməyə kömək edir. Yəni ki, biri var nəzər cəhətdən, biri var praktiki cəhətdən. Bu artıq praktiki cəhətdən daha rahat işləməyə, daha nəzəri biliklər düşünməyə, daha belə aktiv olmağa şərait yaradan bir termindir, yəni bunlar. Və bu süni intellekt də o deməkdir ki, bu saytların yaradılması, texnologiya da o deməkdir ki, insan o digər sıxıcı işlərdən, sənət işlərindən vaxtını ayırıb insanlara doğru yönəlsin. Yəni hər şeyi kompüterə, cihazlara yükləyərək insanlara daha çox vaxt ayırmağı tələb edən bir zamandır artıq. Və
digər texniki cihazlar, texniki alətlərində çıxması nədir? Məsəl üçün paltar yuyandı, qab yuyandı, o balaca fırlanan robot tost saranlardır, dairəvi olanlar, belə özü gəzən. O tost soranlardır, sonra qurutma maşınlardır, Dysonlardır. Onların hamısı vaxta qənaət edib daha çox insan görməyə, o həmin işlərdən, yorucu işlərdən azad olub daha çox insan görməyə şərait yaradır. Və HR texnologiyaları işçi təcrübəsini və idarə etmə keyfiyyətini yüksəldir. Yəni ki, o texnologiyaları HR nə qədər çox bilsə, işçi təcrübəsi də o qədər çox artacaq. Çünki HR-ın məcburən vaxtı olmayanda ən belə təcrübəli işçiyə deyəcək ki, sən bunları et, mənim əvəzimə bu budur, sən gir o saatdə gir bunları qəbul elə. CV-ləri nəzərdən keçir və yaxud da həmin saati yerləşdir, CV-lərin altındakı biz sizə geri dönüş edəcəyik və yaxud da digər işçilərə o sayt haqqında, yeni gələn işçilərə sayt haqqında məlumat verilməsidir, saytda düzgün işlənilməsidir,